Dostlar salam, hər birinizi xoş gördük. Addım-addım paraqraf yazma dərslərinə davam edirik. Bu ikinci dərsdir və mövzumuz topic sentence-dir. Bu videodan əvvəl biz paraqrafa giriş videosu da çəkmişik. Əgər o videonu izləməmisinizsə, məsləhətdir ki, öncə o videonu izləyib paraqrafla tanış olub, sonra bu videoya davam edəsiniz və bu dərsdə biz topic sentence nədir, niyə vacibdir, necə yazılır, nümunələr üzərindən görəcəyik. Əgər hazırsanızsa, başlayaq. Dostlar, öncəki videoda da qeyd etmişdik ki, paraqraf 3 əsas hissədən ibarət olur. Topic sentence, supporting sentences və ya concluding sentence. Və bu videoda biz xüsusi olaraq topic sentence haqqında danışacağıq. Görək topic sentence nədir? Topic sentence adətən paraqrafın əvvəlində gəlir, o paraqrafın əsas fikrini ifadə edir və oxucuya paraqrafın nədən bəhs edəcəyini göstərir. Topic sentence adətən paraqrafın ən ümumi cümləsi olur. Topic sentence iki əsas ilə ibarət olur. Bir, topic üstəgəl controlling idea. Buna main idea da demək olar, central idea da demək olar. Yəni mövzu və əsas ideya, əsas fikir. Qısaca desək, topic, yəni mövzu paraqrafın nə haqqında olduğunu göstərir. Controlling idea ya da main idea topic haqqında əsas fikri və ya istiqaməti göstərir. Dostlar, gəlin nümunədə baxaq. Bu ilk cümləmiz, istənilən paraqrafın ilk cümləsi topic sentence olur. Adətən ilk cümlə olur, əsasən ilk cümlə olur. Ona görə burada da gördüyünüz kimi ilk cümlədir. Yəni, learning a foreign language is important for several reasons. Yəni, xarici dil öyrənmək bir neçə səbəbə görə vacibdir, önəmlidir. Burada mövzumuz learning a foreign language, ideyası isə important for several reasonsdır, dostlar. Bəs görək topic sentence niyə vacibdir? Çünki topic sentence mövzunu və əsas fikri müəyyən edir, paraqrafa aydın istiqamət verir, paraqrafı vahid fikir altında toplayır, paraqraf üçün bir növ yol xəritəsi rolunu oynayır. Qısaca desək, dostlar, uğurlu paraqraf yaxşı topic sentence ilə başlayır. Yəni, topic sentenciniz nə qədər uğurludursa, paraqraf bir o qədər uğurlu olar və o paraqrafı bir o qədər uğurlu inkişaf etdirmək olar. Topic sentence əgər yanlış yazılıbsa, təbii ki, paraqrafı da inkişaf etdirmək çətin olur və ya uğursuz olur. Gəlin bir neçə sadə topic sentence nümunələrinə baxaq. Deyək ki, bu cümlələrin hər birisi sadə bir topic sentencedir. Çərçivəyə aldıqlarımız, dostlar, bu cümlələrin mövzusudur. Altından xətt çəkdiklərimiz isə bu cümlələrin, yəni bu topic sentencelərin controlling idea, yəni əsas ideyalarıdır. Burada dayandırıb özünüz oxuya bilərsiniz, dostlar. Çox vaxtımız getməsin deyə davam edirik. Demək, çərçivəyə aldıqlarımız bu cümlələrin mövzusu, altından xətt çəkdiklərimiz isə bu cümlələrin əsas fikri, əsas ideyasıdır. Bəs görək, bizə verilən hər hansı bir sualdan topic sentence necə yazılır? Məsələn, belə bir sualımız var. Why is a healthy diet important for us? A healthy diet, yəni sağlam diyeta və ya sağlam pəhriz deməkdir. Yəni, sağlam pəhriz, sağlam diyeta bizim üçün niyə vacibdir, niyə önəmlidir? Belə bir sualımız var. Biz öncə topic, yəni mövzunu müəyyən edirik. What are we talking about? Biz nə haqda danışırıq? Baxırıq, a healthy diet. İkinci, what will we say about the topic? Yəni ideya, istiqamət. Importance, benefits. Yəni önəm, əhəmiyyət və ya faydalarından demək danışacağıq. Bu dəfə topic ilə ideyanı birləşdiririk. Put the topic and idea together. Belə bir cümlə alınır. A healthy diet is important for our health. Və bu biraz geniş olduğuna görə, dostlar, belə bir sual da verə bilərik özümüzə. Why? Why is it important? Niyə önəmlidir? Make it more specific. Bunu biraz daha spesifik edə bilərik və iki istiqamət müəyyənləşdirə bilərik. Məsələn, deyək, it gives us more energy. O bizə daha çox enerji verir. It helps us stay healthy. O bizə sağlam qalmaqda, sağlıqlı qalmaqda kömək olur, kömək edir. Daha da spesifik oldu və istiqaməti müəyyənləşdirdik və nəhayət, write your complete topic sentence və tam topic sentenceimizi yazırıq burada. A healthy diet is important for our health because it gives us more energy and helps us stay healthy. Yəni, sağlam diyeta və ya sağlam pəhriz bizim sağlamlığımız üçün önəmlidir, vacibdir. Çünki o bizə daha çox enerji verir və bizim sağlıqlı qalmamıza kömək edir. Və qısaca desək, topic oldu a healthy diet, controlling ideyası isə it gives us more energy and helps us stay healthy. Gəlin bu addımlarla başqa bir nümunəyə də baxaq, dostlar.
Sualımız belə olsun. Do you think living abroad is good for personal growth? Deyir, səncə xaricdə yaşamaq şəxsi və ya fərdi inkişaf üçün faydalıdır. Burada good for, faydalı olmaq anlamına gəlir dostlar. Gördüyümüz kimi living abroad bu sualın və ya indi yazacağımız cümlənin mövzusudur. Living abroad. Yazırıq topik sözünün qabağına living abroad. Altından xətt çəkdiyimiz isə dostlar good for personal growth. Bu isə olur onun ideyası. Yəni söhbət deməli şəxsi inkişaf üçün önəmdən gedəcək, ya əhəmiyyətdən gedəcək. Biz bunu nəzərə almalıyıq. Topiklə ideyanı bir yerə qoyduqdan sonra living abroad üstəgəl important for personal growth-u birləşdiririk və belə bir cümlə alırıq. Bu dəfə artıq görürük bu biraz genişdir deyə dostlar. Bunu biraz daha spesifik eləyirik. Məsələn deyə bilərəm it helps people become necə more confident və more independent. Daha özünə inamlı və daha müstəqil. Və nəhayət 5-ci addımda bütöv tam topic sentence yazırıq. Living abroad is important for personal growth because it helps people become more confident and independent. Demək, xaricdə yaşamaq şəxsi inkişaf üçün ya da fərdi inkişaf üçün vacibdir, önəmlidir. Çünki o insanlara daha özünə inamlı və daha müstəqil olmağa kömək edir. Və addım-addım baxsaq, dostlar, bu niyə uğurlu bir topic sentence-dir? 1. Mövzusu var. 2. Əsas ideyası var. Topiklə ideyanı birləşdirmişik. Focus və ya direction, yəni istiqaməti müəyyənləşdirmişik və nəhayət bir topic sentence almışıq. Topic sentence'imiz oldu. Living abroad is important for personal growth because it helps people become more confident and independent. Digər bir məsələdə dostlar, topic sentence necə olmaz? Topic sentence çox geniş, çox dar və ya çox detallı olmaz. Məsələn, nümunələrə baxaq burada. Exercise is good for human life. İdman insan həyatı üçün faydalıdır, önəmlidir. Bu o qədər geniş bir mövzudur ki, dostlar, bunu bir paragrafa sığışdırıb yazmaq olmaz. Çünki sərhədləri bəlli deyil bunun. Çox genişdir. Və bu tip paragrafı inkişaf etdirmək çox çətin olur. Çünki çərçivələri görünmür. İkinci, çox dar olduğu zaman da yazmaq olmur. Məsələn, morning exercise burns 300 calories. Yəni, səhər idmanı 300 kalori yandırır. Bu artıq bir faktdır, dostlar. Yəni, o qədər qısa, o qədər dar bir cümlədir ki, bunu paragraf hissəsində, yəni paragrafın ana hissəsində, gövdə hissəsində inkişaf etdirmək çətin olacaq. Heç ümumiyyətlə bundan sonra bir cümlə yazmağa da gerək yoxdur. Çünki yazmaq mümkün deyil bunu. Yəni, çünki çox dar və bir faktdan ibarət bir cümlədir. Və çox detallı da olmaz. Məsələn, exercise helps people lose weight, build muscles, sleep better, reduce stress and feel confident. Burada o qədər detal var, dostlar. Əslində, burada gördüklərimizi biz gövdə hissədə, əsas hissədə yazmalıydıq. Orada yazacağımız hər şeyi gətirib bir cümlədə topic sentence-də yazmışıq, daha yazmağa gerək yoxdur. Yəni, bundan sonra bir şey yazmaq da lazım deyil. Ona görə, dostlar, topic sentence yazdığımız zaman bu 3 əsas elementə fikir verməliyik. 1. Çox geniş olmamalıdır. 2. Çox dar olmamalıdır. Və 3. Çox detallı olmamalıdır. Bəs görək, əslində necə olmalıdır? 1. Clear, yəni təmiz, aydın olmalıdır. 2. Specific, yəni fikri konkret ifadə etməlidir. Bir də focused, yalnız bir əsas fikrə yönəlməlidir. Yəni istiqamət bəlli olmalıdır. Clear, specific və focused. Yəni topic sentence balanslı və konkret olmalıdır. O nə həddən artıq ümumi, nə də həddən artıq dar çərçivəli olmalıdır. Məsələn, learning a new language can create new educational and career opportunities. Yeni dil öyrənmək, yeni təhsil və karyera fürsətləri yarada bilər. Bu uğurlu bir topic sentence-dir, dostlar. Niyə? Birincisi, mövzusu var. İkincisi, istiqaməti bəllidir, ideyası var və bunlar bir-birini çox yaxşı tamamlayır. Və çox aydın görünür ki, biz paragrafın əsas hissəsində, dostlar, birinci təhsil imkanlarından, sonra isə karyera, iş fürsətlərindən danışacağıq. Həm ideyası var, həm mövzusu var, həm də istiqaməti bəllidir. Bu tip topic sentenceləri, dostlar, çox rahat şəkildə inkişaf etdirib paragraf yazmaq olur. Dostlar, gəlin bir nümunə üzərindən baxaq, görək uğurlu yazılmış bir topic sentence paragrafda öz əksini necə tapır və paragrafda necə inkişaf etdirilir. Sualımız belədir. Why is regular exercise important for a healthy lifestyle?
Niyə müntəzəm idman sağlam həyat tərzi üçün vacibdir, önəmlidir? Paragrafa baxdığımız zaman görürük ilk cümləmiz topic sentence'dir. Topic sentence belədir. Regular exercise is important for a healthy lifestyle because it improves both physical and mental health. Müntəzəm ya da düzənli olaraq idman etmək sağlam həyat tərzi üçün vacibdir, önəmlidir. Çünki o həm fiziki, həm də psixi və ya mental sağlığı inkişaf etdirir, yaxşılaşdırır. Bu topic sentence uğurludur dostlar. Çünki 1. Topik aydındır, yəni mövzu aydındır. Regular exercise. 2. Main idea var. Əsas ideyamız var. Important for a healthy lifestyle. 3. Direction göstərir, istiqaməti var. Improves physical and mental health. Aydın görünür burada. Və sual birbaşa cavablandırılıb burada. Why is it important? Because deyə başlayıb. Qısası mövzu, üstəgəl əsas fikir, üstəgəl istiqamət və nəticədə alınıb aydın və fokuslanmış bir topic sentence. Dostlar, gəlin indi nümunə paragrafı oxuyub tərcümə edək, baxaq görək uğurlu yazılmış bir topic sentence paragrafda necə inkişaf etdirilir. Regular exercise is important for a healthy lifestyle because it improves both physical and mental health. Düzənli idman etmək, düzənli idman və ya müntəzəm idman sağlam həyat tərzi üçün önəmlidir, vacibdir. Çünki o həm fiziki, həm də mental ya da psixi sağlamlığı inkişaf etdirir. First, deməli biz buradan bilirik ki, artıq dostlar, birinci fiziki sağlıqdan, sonra isə mental sağlıqdan danışılacaq. First, exercise makes our body stronger and helps us stay healthy. Birincisi, idman bizim bədənimizi gücləndirir və bizim sağlam qalmamıza kömək olur. For example, nümunə gətirib, walking, running or playing sports can strengthen our muscles and heart. Məsələn, yürüyüş, qaçmaq və ya oyunlar oynamaq bizim əzələlərimizi və ürəyimizi gücləndirə bilər. It can also give us more energy during the day. O həm də bizə gün ərzində daha çox enerji verə bilər. Burada bitiririk artıq fiziki sağlıqdan danışmağı və keçirik indi mental sağlığa. Second, regular exercise is good for our mental health. Yəni müntəzəm, düzənli idman etmək bizim mental və ya psixi sağlamlığımız üçün də faydalıdır. Bu da good for, faydalı olmaq deməkdir. It can reduce stress and help us feel calm and happy. O stresi azalda bilər və bizə sakit və xoşbəxt hiss etməmizə kömək ola bilər. For example, nümunə gətirib, going for a short walk after a busy day can help people relax. Məsələn, gərgin bir günün ardından, məşğul bir günün ardından qısa bir yürüyüşə çıxmaq insanlara istirahət etməyə və dincəlməyə kömək edə bilər. In conclusion, burada artıq nəticəyə gəlirik. Yenə topic sentence burada fərqli sözlər, ifadələrlə təkrarlamış olacağıq. In conclusion, regular exercise is a simple way to live a healthier and happier life. Yəni, müntəzəm idman etmək daha sağlam və daha xoşbəxt bir həyat yaşamaq üçün sadə bir yoldur. Dostlar, biz gördük ki, doğru yazılmış bir topic sentensi paragrafda rahat bir şəkildə inkişaf etdirmək olur və uğurlu paragrafda yazmaq olur. Dostlar, belə videomuzun sonuna gəldik. Ümid edirəm videomuz sizin üçün faydalı oldu. Videonu bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Bir sonraki videolarda görüşmək ümidi ilə sağ olun, salamat qalın. Have a nice day.